yayılmasın, bir şey demək istəyirəm. Elə bunu yayınlayacağıq. Həm mən öz səhifəmdə yayınlayacağım hər yanda. Bütün saytlara belə verəcəyik. Bax, burada Nərminimizin məclisində nə qədər xanım var. Valla, hamımız bəzi yerlərində də Meyxanaçı Samirə qızı Fərəhin polis tərəfindən saxlanılmasından danışıb. Müsavat.com-a açıqlama verən sənətçi bildirib ki, baş verən hadisələr ona mənfi təsir edir. Saxlanılmaq söhbəti yoxdur, inzibati cəzadır. Məhkəmə qarşısına çıxaraq, o ictimai mənəviyyata zidd hərəkətlər etdiyi üçün 500 manat cərimələnib. Cərimə ödəyəcək, orada söyüş yoxdur, təhqir yoxdur. Məclisdə olan söhbətdir, çıxıb efirdə danışmayıb ki. Sadəcə Tolik efirdə gündəmə gətirdi, bu məsələ yaşandı. Xalq artistləri də, əməkdar artistlər də, aparıcılar da bu cür səhv edə bilir. Məni bu məsələlər narahat edir, mən anayam. Övladımın başından bir tük əskiyi olsa ürəyim parçalanar. Onun haqqına girib əxlaqsız adlandıranların özünə qaytarıram o sözü. Qızım əxlaqsız deyil, sadəcə səhv edib. İnsan yaşayırsa, səhv edər. Qızımı baltanın altına qoyub baltalamaq nə dərəcədə düzgündür? Elə bil ki, biz erməniyik, bunlar Azərbaycanlı. Olmaz belə etmək. Qızım və mənim üçün bu qədər narahat olanlara səslənirəm. Sakit olsunlar, ürəkləri gəlsin yerinə. Qeyd edək ki, meyxanaçı Samirənin qızı müğənni Fərəh Samirə qızının sosial şəbəkələrdə Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. Burada oturan xanımlar eşitsin deyib. Deməyib Azərbaycana səslənirəm. Burada, yəni məclisdə oturan, orada bir-iki neçə xanım var idi, mənə vaxtı gəllaq edirdilər. Tanınmış meyxanaçı Akşin Fatihin restoranı Bay Fatih bağlanıb. Meyxanaçı restoranın bağlandığını təsdiq edib. Xatırladaq ki, sözü gedən məkanda bir müddət əvvəl müştərilərə saxta içki verildiyi məlum olmuşdu. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.